Hər kəsin hər vaxt xeyir olsun dostlar. Gözəl bir gün damımızı salamlayırıq. Deməli, Polşadayıq. Səhər-səhərdə 7-də yuxudan durmuşuq. Düşməstamızı görüb bura. Hər şey qaydasında da Allah'a çox şükür. Başımızdan sizə tanış eləyim. Çətin uzun bir yol gəldi, yükləmədəydim. Gecə buraxdılar yükləmədən və yükü yükləyəndən sonra trosum qırıldı, uşaqlar Varşavadan tros gətirdilər. Daha doğrusu tros qırıq idi, öz səhlənkarlığım idi. Baxmamışdım alanda. Nə var, nə yox dostlar, necəsiz? Yeni bir YouTube videomuza start verək. Pullu yollarla gedəcəyik. Görək başımıza nə gələcək yollarda. Adam deyir, bırak gəlmə, deyir, vəziyyət gərgindir, deyir, gəmi deyir, gücdən gedib çatır. Deyir, gedib çatır da. Neyiniyim, başqa variantım yoxdur. Yəni, məcbur şəkildə nətərsə evin yolunu tapmalıyam. Çünki evə gedən yol gözəldir. Ona görə dostlar, indi plomumuzu düzəldəcəyik. Plomumuz bu cür qaydada. Troslar açıq vəziyyətdədir burada. 2014-ün kronudur. Şirkətimiz güclüdür dostlar. Maşınımız, qapılarını bağlayaq. Böyle. Şotkamızı götürək. Maşınla sizi tanış edeyim. Euro 6 2016-cı ildir dostlar. Avtomat retardır. Gözəl sastayandadır. Hətta maşının dalına görün nə qoymuşam. Azərbaycana aparıram Polşa torpağında. Novogodni yolka. 2 dənədir bundan, o birisi digər maşındadır. Onu da aparacaq dostlar. Bu cür qaydada. Zavodun həyəti bu. Zavodun həyətində bu cür tır park var dayanmağa. Orada lekqavoyların sırasıdır. Burada pulsuz tır parkingdir dostlar. Orada rampalarda yüklənirsən. Getmək istəyirsənsə plomumu vur, sənədləri ver, çıx ərazidən. Yox istəmirsənsə burada sərbəst gəlib dayana bilərsən. Yəni heç bir problemi, heç bir narazılığı yoxdur. Avropada parkinglər pulludur, amma burada dövlət deyəməyim ya, yəni zavodun nəzdində olan bir ərazidir. İçərisində çox şəraiti var. Bax, belənçində tualetləri də var. Amma acəlini kafeteriyası da var, hansı ki orada heç nə satılmır. Yəni nəsə satmırlar orada. Sadəcə olaraq sürücülər üçün belə bir şərait qurublar. Çöldə oturmağa stolları, içəridə kofe maşını, nə bilim mikrovalnovkası, çay qaynatmağa yeri, tualeti. Baxın, bu belənçində burada yazısı var. Lisi. Gələk içəri. Yox, jiletimizi taxırıq, mütləq içəridə jiletlə gezmək lazımdır. Əl yumağa yerləri. Mikrovalnovka. Yəni hər bir şəraiti qurublar da insanlar üçün. Özümüzdə üstü başımız bütün sudur. Tərpənirik yola çıxmadan inşallah. Burada bizim bir məsələmiz var. Gürcüstanda bax, görürsünüz, bax, tent bağlıdır da, bax, troslandır da, görürsünüz, bax, buna ilişirlər. Mən duram, bunu kleylədim, görürsən bu boxları, deyir, bu box, şaybalar içəri baxmalıdır, bablar. Mən duram, bunları kleylədim, üstündən bir dənə də sloy kley gedəcəm. Kley almışam, güya Skoy Svark adıyla aldım, orijinal idi. Pritsepin rəngində aldım ki, cəmatın malınıza eləməyim. Zaten bu çevrilməlidir Azərbaycanda, amma Cüdü keçmir də, deyir, yox, davay, orada bizə pritsep dəyişdirir. Deyir, dəyiş. Ona görə indi burada bizim kleyimiz var, əlcəyimizi geyinəcək indi. Başlayacaq kleylə işləməyə, bax. Bu bizim qapağımızdır. Bu qapağımızdır. Deməli, kleyimizi qoymuşuq, bax, bura. Bunları bir-birinə qatıb bu cür qaydada.
biz bunu. Bunu taxdıq. Özü çox alındı yerəsə. Çox alınacaq. Olsun. Hamısını eləyək. Belə. Sonra bunun ucu ilə bunu belə qarışdırırsan qəşəng-qəşəng. Qəşəng-qəşəng qarışdırırsan. Niyə? İşimizdən ibarətdir də. Bağlayım qapıları. Xaricdə olanda həmişə qapıları bağlı idi. Belə nə olur olsun. Ondan sonra keçirik. Götürürəm. Biraz belə. Üstünə belə. Bunun üstünə belə. Hər kəsdən hər vaxt xeyir olsun dostlar. Günəşli havada hamınızı salamlayırıq dostlar. Gəminin həyətindəyik. Artıq gəmiyə daxil oluruq dostlar. Sağımızda gördüyünüz kimi gəmi dayanıb. O gəmiyə girəcəyik. Dənizin qırağındayıq Bolqariyada, Qara dənizin qırağında Varnadayım dostlar. Bu da sıradır. Üst-üstə bir 80 maşın var, bəlkə də az, 70 hardasa beləsinə. Dayanmışıq sırada. Hava çox istidir. Maşınlar tərpənir. Bizim də sıramız yavaş-yavaş çatır. Görək qırmızı maşın girməyə yeri çox azdır qabağımızdakı. Çünki qıraqda dayanmışdı. Görək o girə biləcəkmi ora. Ondan sonra bizim sıramızdır zaten. Əziyyət çəkəcəyik girməyə. Qabağın keçir qaqaş. Qabağın keçir. Rampaya keçir. Getdin. Fırra. İndi düzəlt. Düzəlt düzünə get. Belaruslardır. Sağında da Belarus dayanır. Bizim 2 maşınımız da soldadır. Arkada bir dənə də aldığımız maşın var. Tərpənək biz də yavaş-yavaş. Yana burada rampada. Şöyle başımıza nə iş gelir? Bizim brokerimiz qabaqda bizi gözləyir. Bilmirəm xəbəri var mənim gəlməyimlə ya yox. Çünki mənim maşınımı qabaq sıraya yazmışdı. Qabaq maşın 8-ci maşın mən idim. Ona görə qabağa düşdüm. Əslində bu pisdir bir tərəfdən. Batumidə elə bir ki düşəndə sonuncu mən düşəcəm. Belə sayılır. Elə dənizin qırağındayıq. Gəmi görsənir buradan. Gördüyünüz kimi. Görək nə xeyrisi başımıza nə iş gəlir. 2 gündür buradayım.
2 gün əvvəl gəlib çatdım. Bir gecəni maşında qaldım. Sabahsı gün gecəni otel rezerv elədi. Yaxında Blaslava kəndindən nədir belə bir şey kənd var. O kəndə getdik. Blaslava kəndində otel tutduq, orada qaldıq. Adam başı 15 evrodan. Yeməyimizi yedik, elədik, qəşəng duş qəbul elədik dostlar və günortayda oteldən çıxmışıq. Deyirəm ki, bəs uşaqlara deyirəm də Azərbaycan uşaqları var, tanıyıram da, yəni köhnədən Almaniyada, Nürnbergdə falan görüşmüş, yollarla bir yerdəyəm. Deyirəm, bəs gedək maşının yanına. Maşının yanında 3 kilometr aralıda, amma trasda insan bir yolu yoxdur, görə taksi edəsən. Yox, başım bıraq, nəyə gedirik, zəng eləyəcək. Zəng edim burada şeyə, brokerə. Broker deyir ki, saat 2-dən sonra mənə yığ deyim. Oteldən 12-yə qədər çıxmalısan. Nəysə, çıxdım oteldən. Getdik, yemək yedik. Bir saat yarım oturduq kafedə. Biz Azərbaycanlılar da bəhşdən danışırıq axı. Oturmuşam, bunlar da hi bəhşdən danışırlar. Cəmaət da gəlir, yemək yeyir. Dedim, qardaş, sən Allah gəl duraq burada. Durdum, o şimdi gəldik, parkda oturduq. 1 saatda parkda oturduq, hərəmiz bir telefonda oradan-buradan söhbət çat. Birdən elə bunlar telefonla danışırdım. Dedim, qoy yığım brokeri. Yığdım, dedi, gəlin, gəmi yüklənir. Çıxdım, gördüm bir dənə Honda CR-V gəlir. Dedim, qaqa, sən Allah saxla, bir dənə qoca kişiyim. Dedim, porta bizi apara bilərsən, 3 kilometr. Dedi, yaxşı, oturun. O şimdi oturdu, 5 evro pul verdi, cəhdə attı bizi. Da pulu götürmürdü, nəsə götürdü. Gəminin işçiləri də buradadır. Miçmanlar deyirlər də, formada. Keçən maşınları sərhəd xidməti ilə bir yerdə yoxlayırlar, gəmiyə buraxırlar. Panama gəmisidir dostlar, Panama ölkəsinin gəmisidir. Panama gəmisi ilə gələcək. Batuma. Böyük gəmidir. Mesela xeyirlisi, 3 gün, 2 gün mənə zəng çatmayacaq. Oralarda olacağım, çalışacağım gəmin də içini çəkim, sonra montajda hamısını düzüb qoşaram. Nəsə sırada gözləyirik də dostlar, gözləyək. Sıramız çatsın, gəmin içinə girəndə qoşacağım kameranı, baxarsınız. Dedik, Respublika Bolqariyanın sonu, Varna şəhəri, buradan qatar yolunu keçib, qatarlar gəmiyə girir, yəni yükləri. İndi buradan girir gəmiyə. Söz verdiğim kimi hamısını çəkirəm. Okey. Artıq gəminin içindəyik. Yəni rəsmən sudayıq. Ona gəminin içindəyik.
salamlayırıq. Hardayıq dostlar? Gəmidə. Gəmidəyik. Port Varnadan, Bolqariyadan Batumiya doğru gedirik dostlar. Yolculuğumuz 2 sutka çəkəcək. Hazırda 3-cü gün axşam saat 8-dir, gəmi tərpəndi. Və tərpənməyə harca yarım saat olar tərpənib artıq qəsəbələri keçirik. Mərkəz Varnadan keçəcək dostlar. 6-cı gün səhər saat 9-da gəmiyə çatmağı göstərilir. Proqramla baxıram dostlar. Baxın, nədir belə? Gəminin adı Vilnius gəmisi. Hayırlı olsun. Salam ola diyor, xala ola. Salam elə kameradır. Salam edər. YouTube'da özünə baxarsan. Gəmimiz tərpəndi.
hamısı var. Ayrıca stəkanları da var buzun qaydada. Yəni normal otaqda saatımız 9'a qalmışı görsənir. Mənim otağım buradır. Soldakı otaq birinci otaq. Hamamı da burada dostlar. Hamam. Evet. Legal başımıza oynar. Təzə qalxdı. Bu dostlar mənimkidir. Bir yerdə qalırıq. Elur əllər nələ. Deməli, burada nəyimiz var? Burada otaqlardır. Labirintdir də dostlar, labirint. Burada otaqlardır. Rəkan buradadır, aşağı düşməyə. Buradan düşürsən aşağı. Deyirsən. Sol paluba, sağ paluba. Gəmi də hərəkətdədir. Burada çıxaq çölə. Çölən körpünü çəkə biləcəyim. Uzaqdan evlər görə bilirsiniz dostlar. Bax gəmi fırlanır bax. Bax fırlanır sağa. Biraz tərpənməyək. Hiss edirsiniz dostlar fırlanmağını. Bolqariyanın Varna şəhərini keçirik. Yuxarıda samolyot da uçur. Kadra düşür. Nахера magari restoran ieșezi voastră sau Are ca una tamu şansiyer. O diye bir salmi. Salami pişti. Ami kimiyiz? Aleyküm salam. Aklar hızlı
elə bir strokdasan. Şimdi buradan ucu dənizə birləşir dostlar. Bax, ucu səma görsənir, bax, üfüq xətti. Ucu oradan sola dönəcək dənizə. Bu işıqların arası ilə keçməlidir. Çəkməkdə məqsədim odur ki, dostlar, sırf özünüzü mənim yanımda hiss eləyəsiniz, buradaymış kimi hiss eləyəsiniz